Esselamu Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve lâgıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed khayri halqi Rabbil Alemin ve ala alihi ve ashabihi gurrul meyamin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve ekrimna bi nuril fehm. وافتح علينا بمعرفة العلم وسهل أخلاقنا بالحلم واجعلنا ممن يستمعون القول فيتبعون أحسنه اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت حزن سهلا بقدرتك أرحم الراحمين اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم رب إني أعوذ بك من همزات الشياطين وأعوذ بك رب أن يحضرون اللهم رب إني أعوذ بك من همزات الشياطين وأعوذ بك رب أن يحضرون اللهم رب إني أعوذ بك من همزات الشياطين اللعائين وأعوذ بك رب أن يحضرون اللهم رب إني أعوذ بك من وسواس الدنس وخمسه. Əzizlər, fıqh dərsimizi oxuyuruq. Cümə namazının səhih olmasının şərtlərini oraya çatdıq, onu oxuyacaq bugün inşallah. Cümə namazı nə zaman səhih olur? Cümə namazının səhih olmasının şərti ilə cümə namazını qılmağın şərtləri fərqlidir. Cümə namazı kim qılar, onun şərti nədir? Başqadır. Cümə namazını qılmağın səhih olmasının şərtləri başqadır. Yəni, cümə namazını qılmağın kim qılar şərtləri azad olacaq, müsəlman olacaq, ağlı başında olacaq, xəstə olmayacaq, həbsdə olmayacaq deyə bu kimi şərtləri saydıq. Bu adamlar şərtləri toplayandan sonra gəldi cümə namazına. İndi cümə namazını necə qılsın ki, namazı səhih olsun? Bax, bu mövzuyu oxuyuruq. Birinci şərt, vaqtu zuhri, zöhr vaxtı. Cümə namazının səhih olması üçün cümə namazının zöhr namazının vaxtında qılınması lazımdır. Və təsihhu fihi faqat və cümə namazı sadəcə zöhr namazının vaxtında səhih olur. Və lə təsihhu bə'dəhu, zöhr namazından sonra cümə namazı səhih olmaz. Və lə tuqdə cüm'ə, cümə namazı qəza edilməz. Fələv daqal vaqt. Əgər vaxt dar olarsa, əhramu biz-zuhr və la təsuhhu ində cumhur qeyril hanabilə qabləhu. Əgər cümə namazı vaxt çıxacaq və namazı qılmağa vaxt yoxdur, əsr əzanı oxunacaq deyə bir hal varsa, sadəcə cümə namazının iftitah təkbirini gətirməyə vaxt qalırsa, bu zaman iftitah təkbiri oxunur. Və həmbəlilər xaric, zöhr namazının vaxtından əvvəl cümə namazı səhih olmaz. Bidəlili müvazəbətin nəbiyyi sallallahu aleyhi və səlləm alə salatul cüm'ə izə zələtiş şəms. Resulullah sallallahu aleyhi və səlləmin daimə cümə namazını günəş zavala gedəndən, günəş zöhr yerindən dönəndən sonra qıldırmasına görə. Qalə Ənəs radiyallahu anhu, Kâne Resulullah sallallahu aleyhi ve sellem yusallil cum'a hine temilu şems. Enes İbn Malik Allah ondan razı olsun deyir ki, Resulullah sallallahu aleyhi ve sellem cümə namazını gün dönəndən sonra deyirik biz Azərbaycan dilində. Yəni gün artıq məğrib tərəfə, qərb tərəfə keçib, gün ortadan artıq batmağa tərəf dönəndə qılırdı deyir Enes İbn Malik. Söhbət cümə namazından gedir. Və huva zaval və yəni günün dönməsi bu zaval vaxtıdır. Və alə zəlikə cəra əl-xulafə-ər-raşidun fəmən bə'dəhum. Və bu minvalla, bu əsasla xulafə-ər-raşidun və ondan sonra gələn bütün ümmətin imamları zöhr namazının vaxtında əzandan sonra başladılar cümə namazını qılmağa və davam elədilər bu şəkildə. وَلِأَنَّ الْجُمْعَةِ وَالظُّهْرِ فَرْدَ وَقْتٍ وَاحِدٍ. Çünki cümə namazı və zöhr namazı hər ikisi eyni vaxtın fərzidir. Yəni, müxtəlif vaxtlarda yox, həm cümə, həm
zöhr namazını. Hər ikisinin vaxtı eynidir. Fələm yaxtəlif vaxtuhuma. Bu ikisinin vaxtı fərqli deyildir. Kəsalətil hadar və salatus səfər. Müsafir və muqim namazı kimi. Qaləl hənəbilə yəcuzu ədəul cümə qablə zaval. Həmbəli üləması cümə namazının zavaldan öncə qılınması caizdir dedilər. Dəlilləri də Abdullah İbni Seydən Əs-Süləminin rəvayət elədiyi hədis şərifdir ki, gördüm ki, Rəsulullah zavaldan əvvəl, nə bilim, Həzrət Ömər zavaldan əvvəl, Həzrət Osman zavaldan əvvəl, Əbu Bəkir zavaldan əvvəl nə qıldı? Cümə namazı qıldı. Buna görə onlar bayram namazından, yəni bayram namazından cümə namazı arasındakı cəmaatın toplanma şərtini əsas alaraq, bayram namazının vaxtında cümə namazında qılınmasının caiz olduğunu söylədilər. Və təf'alu qablə zaval cəvazən əv ruxsətən. Zəvaldan əvvəl qılınması da caizdir, dedi ki, o Həmbəli üləmasına görədir. Və fi'luha bə'də zaval afdal limə ruviyə Səlmət ibn Aqva. Cümə namazının zöhr namazından zəvaldan sonra qılınması daha fəzilətlisidir. Çünki Sələmə İbn Əqva dedi, Kunnə nücəmmə mə'ə Rasulullah sallallahu aleyhi və səlləm izə zələti şəms, thumma nərci' fənətətəbbə'il feyh. Deyir ki, biz Rasulullah sallallahu aleyhi və səlləmin zamanında günəş dönəndən sonra, zəvaldan sonra cümə namazına toplaşardıq və bundan sonra da, namazı qılandan sonra da öz ruzimizin, qazancımızın arxasınca gedərdik. Və əxir vaxtul cümə, cümə namazının ən axır vaxtı, əxir vaxtu zuhri bi qeyri xilaf. Cümə namazının ən axır vaxtı, bayaq da xatırlatdığım kimi, zöhr namazının ən axır vaxtıdır. Bunun üzərində ixtilaf yoxdur. Yəni, rəy fərqi yoxdur. Və li'ənnəhə bədəlun minhə əv vaqi'atun mövqi'uhə. Çünki cümə namazı zöhr namazının bəzi rəyə görə bədəli, bəzi rəyə görə də onun vaxtında qılınan əsas fərzdir, müstəqil fərdir yəni. Fəvacəbə əl-ilhaq bihə, ona görə də onun vaxtında qılınması vacib oldu. Limə bəyyənnəhumə minəl müşəbəhə. Limə beynəhumə minəl müşəbəhə. Bir-birinin arasında olan oxşarlığa görə. Mətə tudrəku əs-saləh cümə. Cümə namazına nə zaman çatılmış və cümə namazı nə zaman qılınmış olur? Yəni, bu babda nə oxuyacaq, bu hissədə daha doğrusu? Bir də baxırsan ki, qardaş yaxınlaşır, mən xütbəyə çatdım, o birisi yaxınlaşır ki, mən məscidə çatanda imam artıq Allah Əkbər demişdi və yaxud imam ikinci rükətdə idi, indi mənim namazımın halı nədir? Bax, bu məsələni oxuyuruq. Lil-fuqaha ra'yəni fi idraki cüz'un min salatil cüm'ə mə'əl imam. Fəqihlərin cümə namazının müəyyən bir hissəsinə çatması haqqında fəqihlərin rəyi vardır. Fəqaləl hənəfiyyə aləl-racih. Hənəfi üləmasında racih olan, yəni üstün tutulan, seçilmiş olan rəy budur. Mən ədrəkəl imamə yevməl cüm'əti fi eyyi cüz'un min salatihi sallə mə'əhu mə ədrəkə və əkmələl cüm'ə. Hənəfi üləması dedi ki, kim cümə namazı qılan imama namaz tərkibində harda olursa olsun fərqi yoxdur, çatarsa, orada imamla birlikdə namazı qılır, qıla bilmədiyini, imamın əvvəlcə qılmış olduğunu da ondan sonra özü tamamlayır. Hətta və in ədrəqəhu fit təşəhhud əv fi sucudus səhv. Hətta axırın təşəhhüddə və yaxud səhv səcdəsi edərkən çatsa belə. Və huvə ray Əbi Hənifə və Əbi Yusuf. Bu, Hənəfi üləmasından müştəhidlərdən Əbu Hənifə və Əbu Yusufun rəyidir. Liqovlihi sallallahu aleyhi və səlləm. Rasulullah aleyhissalatü vəssələmin bu hədisinə görə. Mə ədrəktum fəsallu və mə fətəkum fəqdu. Çatdığınızı qılın, qaçırtdığınızı da qəza eləyin.
Burax ağalar müəllim, burax. Ağalar müəllim, boş ver. Burax. Onsuz da axtaran axtardığını, boş ver. Sən qarşı getmə. Özündə tapsın. Və qaləl cumhur dedi. İzə ədrəkə ər-ruk'ətə thəniyyətə mə'əl imam. Cumhur dedi ki, ikinci rükəti imamla qılarsa, fəqad ədrəkəl cum'ə. Cümə namazını qılmış olur, yəni cümə namazına çatmış olur. Və ətəmməhə cum'ə və cümə namazını tamamlayır. Və in ləm yudrik mə'əl ruk'ətə thəniyyə ətəmməhə zuhran. Yox, əgər ikinci rükətə çatmazsa, o zaman zöhr namazı olaraq namazını tamamlayır. Həttə və in ədrəkəhu liqovlihi sallallahu aleyhi və səlləm. Mən ədrəkə ruk'ətə minəl cum'ə fəlyusəlli iləyhə uxra. Kim cümədən bir rükətə çatarsa, o birisini də ona qoşsun. Və fi lafzin, mən ədrəkə ruk'ətə minəs salə fəqad ədrəkəs salə. Kim namazdan bir rükətə çatarsa, artıq namaza çatmışdır sözünə görə. İkinci şərti, namazın dedik, birinci şərti nədir? Cümə namazının səhih olmasının birinci şərti vaxtıdır. İkinci şərti, əl-bələdu, ölkə. Ey kovnuhə fi Mısrın cəmi'in. Yəni, insanların toplaşdığı bir məntəqə, bir şəhər hökmü daşıyan yer olmalıdır, bələd, yəni ölkə. Av fi musallə Mısr indəl hənəfiyyə və yaxud ölkənin namazgahında qılınmalıdır. Yəni, cümə namazı böyük məsciddə ya da namazgahda qılınır əzlər. Və burada bir izahat verməkdə fayda var inşallah. Namaz qılmaq üçün bilirsiniz, məscid var və türklər bunu daha çox istifadə edir. Bir də cami var. Məscid fərqlidir, cami fərqlidir. Məscid, namaz qılınan hər yer məsciddir. Hətta bir dükan sahibinin öz dükanında gəlib gedən insanlarca rahatlıq təşkil eləmək üçün ayırdığı bir yer də məsciddir. Amma cami cəmi sözündən, elə cümə sözündən, cəmi sözündən düzəldilmiş böyük məscidə deyilər. Və bu kimi kiçik məscidlərdə namaz qılınmaz. Məsələn, Bakı şəhəri üçün diqqət eləsək, içəri şəhərdə məscidlər var, müxtəlif məscidlər var və burada bir də məscid var, cümə məscidi xüsus olaraq. Məscidlər var, məsələn, adı deyir, məsələn, Ləzgi məscidi, nə bilim, Məşəd Dadaş məscidi, nə bilim, Cim məscidi, ondan sonra, nə bilim, filan məscid. Bir də var cümə məscidi. Diqqət eləsək, o cümə məscidi o birisilərdən böyükdür. Niyə? Çünki cümə namazı qılmaq üçün bütün məntəqənin əhalisi o məscidə yığılmalıdır. Və bu məscid yoxdursa da, məntəqənin əhalisi müsəlla deyilən yerə yığılmalıdır. O müsəllada cümə namazı və ya bayram namazı səhih olur. Olmasa olmaz. Və bu gün kiçik məscidlərdə cümə namazı qılmaq səhih deyildir. Həmçinin, təəssüflər olsun, yəni eləyir, insanlar bunu eləyirlər. Müəyyən yerlərdə, kurslardamı, nə bilim, hardamı toplaşır, cümə namazı qılır. Ya deyirsən, qardaş, bu namaz səhih olmaz. Qulaq tasmaz, məscidə də gəlməz, 100 bəhanəsi var. Güya ki, namaz qılır, nə bilim, o qədər özündən işlər çıxardı ki, əl-qərəz. Bugün Bakı şəhərində cümə namazı qılınan məscidlərdən kənarda cümə namazı səhih olmaz. Bir adam evində və yaxud toplaşıb bir yerdə cümə namazı qılarsa, üzürsüz səbəbdən cümə namazını tərk eləmiş olar. Və həzə fi məşhur məzhəbil hənəfi və bu hənəfi məzhəbinin məşhur rəyidir. Ləkinnə əl-muftə bihi ində əksəril hənəfiyyə ənəl Mısrə kəmə qaddəmnə huvə mə lə yəsə'u əkbər məsəcidhə əhlükəl mükəlləfinə bil-cüm'ə. Yəni, mü'təməd olanda mü'təməd olanda dediyimiz kimi böyük məscidə toplaşıb namazı qılmaqdır. Və həzə şərt vücubu səhhə. Bu namazın vacib olmasının səhihliyinin şərtidir. Fələ yəsihhu ədə'ul cümə illə fi Mısr və
təvabi'ihi. Və bu kimi yerlər xaric cümə namazı səhih olmaz. Və la tecibu ala əhlil qura əlləti leysət min təvabi'il Mısır. Həmçinin keçən dərsdə də bunu dedik. Kənd əhalisinə, şəhərə tabi olmayan kənd əhalisinə də cümə namazı fərz olmaz. Və la yasihhu ada'u cum'atu fiha və orada qılınan cümə namazı da səhih olmaz. Və daliluhum ala iştiratil Mısır, ölkənin, yəni belə bir yerin, böyük bir yerin, toplanan bir yerin dəlil lazım olmasına dəlil mə ravah Abdurrazzaq an Ali mavqufan. Həzrət Əlidən indi biz xəta elədik, mehrabı bu tərəfə çevirdik və indi məscidi iki böləcək bu dəfə. Məscidi iki böləcək belə, sizin ayrı məscidiniz olar, bizim ayrı məscidimiz olar. Ondan sonra sakitlik olar yəqin ki, hərənin öz məscidində. Elə, qəsdən elə, düz eləyirsən, elə. Qəsdən elə, düz eləyirsən. Ağıl, sakit ol ağıl mənim, sakit ol. Lazımdır, ehtiyac yoxdur. Qoy eləsinlər. Ehtiyac yoxdur. Mikrofonla mən öz səsimi eşitməyəcək dərəcəyə gəlirəm. Və qarrara şafiiyyə. Şafilər dedilər, ən tuqamel cüm'əti fi xıttati bələdin əv qariyə. Cümə namazı şəhər və yaxud ölkənin, yəni böyük bir kənddə qılına bilir. Və in ləm təkun fihi məscid. Orada məscid olmasa belə. Və la təlzumu cüm'a fil azhar əhləl xiyam və in istəqarru fi sahra əbədən. Alaçıqlarda, çadırlarda yaşayan insanlara ömrü boyu orada yaşasalar belə cümə namazı fərz olmaz. Səhih olmaz. Li'annahum ala hey'atil musafirin aw'l mustawfizin lis-səfər. Çünki daimə müsafir və səfərə çıxmaq, yəni səfərə hazırlıq halında olan vəziyyətdədirlər, daima. Yəni, xeymə quran, çadır quran ya müsafirdir, ya da bu gün sabah səfər eləyəcək o şəkildə. Ona görə onlara böyük də olsa nədir, namaz fərz olmur. وَمَا أَمَرَهُمَ النَّبِيُّ sallallahu aleyhi və səlləm bihə. Resulullah aleyhissalatü vəssələm də bunlara bunu əmr etməmişdir. El-murad bil-xıtta, el-ard əlləti xutta aleyhə ə'lam lil-binə fiyhə. El-xıtta, İmam Şafinin xıtta dediyi əzlər oxuduğumuzun mənası odur ki, yəni proyekti çəkilmiş, buralarda bina tikilmək üçün proyekti olan, əsas layihəsi olan, planı olan bir yerə deyilir. Xülasə, nəticə olaraq, lə buddə liqamətil cümə indəl cümhur min kovnihə fi mədinə əv qariyə və lə buddə ən yəkunəl qariyyətə kəbirən indəl hənəfiyyə. Cümhura görə cümə namazı qılmaq üçün mütləq böyük bir kənd və şəhər olmalıdır. Hənəfilər də bu böyük bir kəndin və şəhərin, kəndin mütləq çox böyük olması şərtini qoşurlar. Fələ təcbu alə siqqani qura sağira ey lə buddə min Mısr indəhum. Və kiçik kəndlərə, hənəfil olmasına görə kiçik kəndlərin sakinlərinə cümə namazı fərz olmur. Əmmə ində qeyrihim fələ yəştətu Mısr vəl qariyə vəl bələd sivə. Digərləri bu kəndin kiçik böyük olmasını şərt qoşmazlar. Üçüncüsü, cümə namazının səhih olmasının üçüncü şərti. Əl-cəmaə. Cümə namazının səhih olması üçün cəmaat şərti var. Əl-cəmaatu şərtun limə ravahu Əbu Davud əl-cüm'atu haqqun vacibun alə kulli muslimin fi cəmaə. Əbu Davudun, rəhməhullahın rəvayət elədiyi hədis şərifdə deyilir ki, cümə namazı vacib olan haqdır hər bir müsəlmana cəmaat şəklində.
Yəni, cümə namazını cəmaat şəklində qılmaq hər bir müsəlmanın üzərinə vacib olan haqdır. Nəyin haqqı, kimin haqqı? Allah subhanahu və taalanın haqqı. Və in'iqadil icma alə zəlik. Və icma, ümmətin icması da bunun üzərindədir ki, həqiqətən də cümə namazı cəmaatsız qılınmaz. Və əqəllül cəmaa ində Əbi Hənifə və Muhammed fil asah thələthətü ricəl sivəl imam. İmam Əbu Hənifə və İmam Məhəmmədə görə cümə namazını qılmaq üçün imamdan başqa 3 nəfər lazımdır. وَلَوْ كَانَ مُسَافِرِينَ اَوْ مَرْضَى. Bu cəmaat müsafir və xəstə də olsa fərqi yoxdur, eynidir. لِأَنَّ أَقَلُّ الْجَمَعِ السَّحِيحِ إِنَّمَا هُوَ الثَّلَاثَةِ. Çünki səhih cəm 3'dür. Yəni, ərəb dilində əzlər say, cəm, tək məsələlərində belə bir qayda var. 1 təkdir, 2 təsniyədir buna, 3 cəmdər. Məsələn, 2 şəxsə, biz məsələn 1 şəxsə sən deyirik, 2 şəxsə siz deyirik. Ərəb dünyasında 2 şəxsə siz deməz. Siz 2 adam deyir. 3 olanda siz deyir. Və bu da cəmaat deməkdir. Hənəfi alimləri bunu dəlil göstərərək deyir ki, ən az cəmaat 3 nəfərdən ibarətdir. Ona görə də cümə namazı 3 nəfərlə səhih olur. Vəl cəməə şərtun müstəqillun fil cum'a. Cəmaatın mövcud olması cümə namazında müstəqil bir şərtdir. Liqovlihi Taala, Allah Taalanın sözünə görə. Fəs'au ilə zikrilləh. Allahı zikr etməyə tələsin. Və cüm'atu müştəqqatun minəl cəma'a. Cümə namazının günü də elə cəmaat sözündən düzəldilmiş sözdür. Və lə buddə ləhum min müzəkkər və huvəl xatib. Və lə buddə ləhum min müzəkkir və huvəl xatib. Bu cəmaat üçündə mütləq bir xatırladıcı, yada salan lazımdır. Bu da imamdır, yəni xutbə oxuyandır. Fəin tərəkul imam əv infərədu əv nəfəru bə'də təhriməti qablə sucud fəsədətil cüm'a. Fəin tərəkul imam əv nəfəru bə'də təhrimə qablə sucud fəsədətil cüm'a. Əgər bu dediyimiz o 3 adamdan gedir söhbət. Dediyimiz bu 3 adam imamın yanına gəlib namaz qılmadılar. Və yaxud imamla namaza başladılar, imam səlam verməmiş, çıxdı getdi birisi. Namaz pozuldu, cümə pozuldu. Niyə? Cəmaat yoxdur ona görə. Və sulliyyətiz zuhur. Ona görə də zöhr namazı qılınar. Və in adu və ədrakul imam raki'an əv baqiyə thələthətü ricəl yusalluna ma'al imam. Geri qaydar, imama çatarlarsa, əv nəfəru bə'dəl xutbə və sallə imam bi əxərin səhhət cümə. Əgər o 3 nəfərdən biri geri qaydar, imamı rükû halında taparsa və yaxud imamı xutbə qutarandan sonra gələr imama çatarsa, bu zaman nədir? Cümə yenidən səhih olur, cümə pozulmaz, qılmaq caiz olur. وقال المالكية يشترط حضور 12 رجلا للصلاة والخطبة. Maliki məzhəbində olan cəmaat 12 nəfəri cəmaatın olmasına şərt qoşdular. 12 nəfər olmasa onlarda cümə namazı səhih olmaz. وقال الشافعية والحنابلة تقام الجمعة بحضور 40 فأكثر بالإمام من أهل القرية المكلفين الأحرار الذكور المستوطنين بحيث لا يذعن معه أحدهم شتاء ولا سيفا إلا لحاجة. Şafeilər və Həmbəlilər dedilər ki, cümə namazını qılmaq üçün ən azı imamla birlikdə 40 nəfər, yəni 39 nəfər plus 1. Ən azı 40 nəfər lazımdır ki, cümə namazı səhih olsun. Və bu 40 nəfərin də oturaq həyatda olması, müsafir ora-bura səfər eləməyən olması və
imamla birlikdə namaz qılan olması, yəni yaşayan olmasıdır. Sadəcə, məsələn, biri məcburən indi, biri 3 günlük, 5 günlük başqa bir yerə işə gedirsə, bura aidiyyatı yoxdur. Oturaq həyat sürən demək olması, yəni ilin əksər vaxtını yaşadığı yerdə yaşaması, yəni vətənində yaşaması şərtini qoşurlar. Lav kanu marda aw khurrasan aw summan la musafirin lakin yecuzu kavnul imam musafiran in zada adad ala al-40. Həmçinin xəstə və lal, kar olsalar belə caiz olur. Sadəcə müsafir olsalar caiz olmaz. Bir şeyi caiz eləyir müsafirin halını, imam müsafir olarsa və onların da sayı 40 nəfər olarsa. Yəni bir kənddir, bir şəhərdir və yaxud bir şəhər deməyək, bir kənddir. 40 nəfər cümə namazı qılacaq azad həddi buluğ yaşına çatmış kişi var, imamları yoxdur. Bir də bir müsafir imam gəlib. Qardaş, sən də gəlmişsən, olmuşuq 41 nəfər, bizə bir cümə namazı qıldır. Çünki bizim üzərimizə cümə namazı fərdir, amma qıldıracaq imamımız yoxdur deyilər və o müsafir namaz qıldırarsa, cümə namazı səhih olar İmam Əhməd ibn Həmbəl və İmam Şafiyyə görə. Dördüncüsü, Kavnul əmir əv naibihi huvəl imam. وَالْاِذْنِ الْعَامِ مِنَ الْاِمَامِ بِفَتْحِ أَبْوَابِ الْجَامِ لِلْوَارِد۪ينَ عَلَيْهِ. Cümənin səhih olmasının növbəti şərti. Əmirin və yaxud əmirin tapşırıq verdiyi birisinin imam olması. Əmir dediyimiz zaman müsəlmanların böyüyü başa düşülür. Əmir dediyimiz zaman müsəlmanların böyüyü başa düşülür və onun tapşırıq verdiyi naib isə bugünkü kimi, bizim kimi məsciddə namaz qıldıran imamlar başa düşülür. Bunlar olmalıdır və cümə namazı qılmaq üçün ümumi izin olub məscid qapıları hamıya açılmalıdır. Əgər bir insan, bax dediyimiz kimi əzlər, bayaq bu şərti bir daha xatırladıram. Yığışır adam bir yerə namaz qılacaqlar, başqası gəlməsin, biz olmaz, icazə verilmir falan. Burada qılınan namaz səhih olmaz. Öz müəyyən bir cəmaat toplaşır, müəyyən bir dəstə toplaşır. Öz cəmaatının arasında özləri cümə namazı qılırlar. Bir başqası gəlsə, yox. İcazə verilmir filan, bunu eləməyin, gəlməyin, bizdə problem olur filan olur deyə bu cümə namazı səhih olmaz. Şərti də budur. Şərti budur. Əmirin təyin elədiyi, ya əmirin özü qıldıracaq, əmir özü yoxdursa da, indi bir ölkədə 5 əmir olmaz. Əmirin naibləri olacaq təbii. Əmirin təyin elədiyi insanlar qıldıracaq namazı və həmin gündə cümə namazı qılmaq üçün məscidlərin qapısı hamı üçün açıq olacaq. Heç kəsə istisna olmadan, istəyən istədiyi gedib böyük məsciddə namazını qıla biləcək sərbəstliyi lazımdır. Amma bu şərtləri bəzi dediyimiz müəyyən hallarda görmürük. Bunu oxumadım, elə danışdım ama oxumadım. İştarətə əl-Hənəfiyyə hədeyni şarteyn. Əl-əvvəl, ən yəkunə sultan, vələv mütəqəllibən, naibuhu, mən yəəzən ləhu bi iqamətil cüm'əti kəvizarətil əvqaf liənə huvə əl-imam cüm'ə və xatibuha liənnəhə təqamu bi cəm'i azim və qad təqa'u münazəti fi şuunu cüm'ə fələ buddə minhu tətmimən li əmri və mən'ən mən təqəddəmə əhəd. Bunun da, yəni əmirin özünün qıldırması və naibinin qıldırması məsələsinin də səbəbi var. Nədir bu səbəb? Hənəfilər bunu niyə şərt qoşurlar? Vallahi elə olmasa, həqiqətən elə olar. Hər çıxan deyəcək, dava düşər imamlıq üstündə ki, mən qıldıracam. Hardasa başımıza gəlir. Başımıza gəlir. Adam məscidin sıradan bir məscidin namaz cəmaat qayıdır imama, sən kimsən? Sən nə işin var bu söz deyirsən? Nə ixtiyar var bu söz deyirsən? Niyə belə deyirsən? Məscidin imamı qalır bir tərəfdə mədur durumda ki, ay Allah, indi neynəsin? Cəmaat məscidin imamına məsciddə imamlıq eləmək öyrədir. Hətta imkanı olsa həqiqətən çıxardar məsciddən. Der ki, sən eləmə, mən eləyəcəm imamlığı. Bu tənazuq olmasın deyə, bu çəkişmə olmasın deyə imamı əmir təyin eləyir və
imam əmrin təyin elədiyi məsul vəzifəli olur. Ona görə də bu şərtdir. Yoxsa həqiqətən bu belə olar. Yəni görürəm mən. Şahid olmuşam məscidlərin birində, məscidin mürəttəb imamı kürsüdə söhbət eləyir və deməyin ki, özünü deyir, mən deyiləm. Məscidin imamı kürsüdə söhbət eləyir, aşağıda cavan uşaqdır, oxuduğu bir 3 dənə broşurdur, altdan yuxarı elə nifrətlə baxır ki imama. Və o üzündəki nifrət onu deyir ki, düşmən danışacam, sən düz danışmırsan. Bu kimi şeylər qarşı alınsın deyə təyin olunmuş imam mütləq nədir? Şərtdir, cümənin şərtidir. وَالثَّانِ إِذْنُ الْعَامِ Ümumi izin. هُوَ أَنْ تَفْتَحَ أَبْوَابُ الْجَامِعِ وَيُؤْذَنَ لِلنَّاسِ بِالدُّخُولِ إِذْنًا عَامًا Dediyim kimi, məscidin qapısı açılmalı və hamıya sərbəst məscidə gəlmək icazəsi verilməlidir. Bu olmazsa cümə namazı səhih olmaz. بِأَنْ لَا يُمْنَ عَهَدٌ مِمَّنْ تَسِحُ مِنْهُ الْجُمْعَةِ عَنْ دُخُولِ الْمَوْضِعِ الَّذِي تُصَلِّ فِيهِ لِأَنَّ كُلٌّ تُجْمَعْ يَتَطَلَّبُ الْإِذْنِ بِالْحُدُورِ Çünki başqa şəkildə, yəni əgər gəlməyə icazə istənilsə və o gəlişə icazə tələb olunsa və لِأَنَّهُ لَا يَحْسُلُ مَعْنَ الْإِجْمَعِ إِلَّا بِالْإِذِنِ və toplanma icazə olmadan başa düşülmür. Yəni, bu gündə hamısı İslamın qoyduğu qaydalardır. Yəni, nə qədər doğrudur bilmirəm, ağlıma düşdü deyim də. Belə bu siyasi bir şey üçün başa düşmüyor. Bu gün miting eləmək istəyənə deyir, icazə alacaqsın. Niyə? Çünki bir yerə toplaşmaq, bunu İslam qov qayda nəzdir. Bir yerə toplaşmağa icazə olmalıdır, bunu İslam qov, başqası yox. Bir yerə toplaşmaq üçün icazə alacaqsın. Elhamdülillah, bugün müsəlmanların 10 bini aşan say, məscidimizdə azından 10 bin adam toplaşır. Və bura toplaşıb, söhbət edirik, namazımızdan, dinimizdən danışırıq və buna icazə nədir? Mütləq lazımdır ki, İmam Əbu Hənifə məzhəbində yoxsa cümə səhih olmaz. Li'ənnəhə, bax səbəb, li'ənnəhə min şəairil İslam. Çünki cəmaat, birlik, cəmaat olmaq İslamın şüarlarındandır və xəsaisuddin, dinin xüsusiyyətlərindəndir. Fələzmə iqamətə alə səbil iştihər vəl-umum. Ona görə də bunun yerinə yetirilməsi məşhur olmalı, bilinməlidir. Yəni, məsələn, Azərbaycanda hamı bilir ki, kim gedib sərbəst şəkildə, hamı bilir ki, hamı gedib sərbəst şəkildə cümə məscidində cümə namazını qıla bilər. Hardasa, hansısa bir məsciddə, yox, o məsciddə cümə namazını qılmayın deyə, nədir? Qadağa yoxdur. Ən təkunə bil-imam və fil-cəmi' Bax, cümə namazının, yenə xatırladıram, bu bəlalı nöqtəsidir bizim cəmaatımızın. Xətalı nöqtəsidir. Toplaşıb evlərdə namaz qılmaq. Bax, burada xüsusi bir də qaydır, bu məsələ də ora qaydır. Ən təkunə bil-imam fil-cəmi' Cümə namazı imamla məsciddə qılınır, şərtidir. İştərətəl məlikiyyə həzeyni şərteyn və humə. Bunu İmam Malik şərt qoşsa da əzizlər, bizim üçün də şərtdir. Cümə namazının səhih olması üçün bizim üçün də şərtdir. İmam qıldıracaq, məsciddə qıldıracaq. Ən tusalli bi imamin muqim. Mürəttəb imam tərəfindən qılınacaq. Fələ təsihu əfradən və ən yəkunə muqiman qeyri musafir. Və fərd, hər gələnin özü bu gün mən qıldırdım cümə namazını, sabah sən qıldır cümə namazını, elə şey olmaz. Bu caiz deyildir, bu cümə səhih olmaz. Altıncısı, bu da bilinməsi labüt olan məsələlərdəndir. Ədəmu ədədul cəmi' lə qeyri hacə. Ehtiyac, zərurət olmadan iki müxtəlif yerə toplaşmaq. Bunda İmam Şafii şərt qoşur. İştarətə şafiiyyə li səhhətil cüm'əti əllə yəsbiquhə və lə yuqarinuhə cüm'ətin fil bələd əv qariyə. İmam Şafii şərt qoşur ki, bir məscid, bir şəhərdə, bir kənddə iki yaxın və yaxud iki qonşu, yaxın fərqi başqa, qonşu başqa. Yəni, bu kimi bir məsciddə, qısa söz, bir kənddə, bir şəhərdə, iki məsciddə
cümə namazı səhih olmaz. İllə likibəril bələd və usru ictima'in nəs fi məkan. Sadəcə məntəqə çox böyük olar və insanların bir yerdə yığışmağı çətin olarsa, o zaman iki məsciddə qılmaq caizdir. Şərt olaraq İmam Şafinin şərtidir. Hənəfi ulaması da deyir bunu. Hənəfi ulaması da deyir ki, eyni şeyi sadəcə digər tərəfdən. Hənəfi ulaması deyir ki, qardaş, şəhər böyük olub, zərurət tələb eləyərsə, iki məsciddə namaz qılına bilir. Yəni, eyni sözü biri o birisi tərəfdən, biri bu birisi tərəfdən deyir. Bu ifadə tərzləri və nə fikrin vahidliyinin o problemini törətməz. Yəni, hər ikisi eyni sözü deyir. Və dəlili həzə şart. Bu şərtin dəlili. Ənəhu sallallahu aleyhi və səlləm və sahbuhu və xulafəir raşidin və tabi'in ləm yuqimu sivə cüm'ətən vahidətən və liənnə iktisər aləh vahid əd'a li təhqiqil məqsud min izhari şiaril icma' və ictima'il kəlimə. Çünki nə Resulullah, nə sahabə, nə tabi'in, nə xulafəir raşidin bir neçə yerdə cümə namazı qılmadılar. Hamısı bir yerə yığışırdılar. Niyə? Çünki sözün bir olması cəmaatın birliyinin, cəmaatın varlığının, İslamın şuarının görünməsi üçün bu daha bəliğ, daha gözə çarpan, daha güclü görünür, belə deyək. Amma indi bugün bizim şəhərimizdə, öz şəhərimizdən danışaq, cümə namazı qılınır. Elhamdülillah, az da olsa, İlahiyyat məscidi, Qaraçuxur məscidi, Ləzgi məscidi 3, Ceyranbatan 4, Mehtabat 5, Göy məscid 6, bir də Müşfiq 7. Bir də Qala məscidi, indi uzaq kənd sayılır, bir də Qala məscidi 8. Lap olsun 10 məsciddə cümə namazı qılınır. İndi baxın əzizlər, adi bir dənə ilahi öz məscidimizi götürək. Bu məscidə toplaşanda nə qədər problem yaranır. Cəmaat yerləşmir, yol iz bağlanır, işədən, o məsələn, indi bir nəfər qalasın, deyək ki, Qaraçuxurdan buraya işini buraxsın, cümə namazına gəlsin və yaxud buradan işini buraxsın, Ceyranbatana işə getsin. Ona görə, bu halda cümə namazı, elhamdülillah, hələ ki, Azərbaycanda, Bakıda qılınan bu 7-10 neçə məsciddə qılınan cümə namazının hamısı səhihdir. Hamısı səhihdir. Artıq heç kəs deyə bilməz ki, buradakı cümə namazları səhih olmur. Niyə? Çünki şəhər çox böyükdür və aradakı məsafə belə hardasa cümə namazının bu şəkildə qılınmasına cavaz verəcək haldadır. Çünki buradan imam hər nə qədər gür səslə oxuyan adam olsa, keçən dəfə dediyimiz şərti qoşsaq, hava sakit də olsa, lap heç bir səs səmir çıxmasa da, imamın burada oxuduğu əzanı Qaraçuxurda eşitməsi mümkün deyil. Və yaxud Qaraçuxurda oxunanın lap yaxındır, bir 5-10 kilometr olmaz Qala məscidi. Orada eşidilməsi mümkün deyil. Ona görə də bugün bu şəhərdə, yəni bizim şəhərimizdə, Bakıda qılınan namazlar, cümə namazları səhihdir. Və bir şeyi, mövzu gəlmişkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Nədir bu məsələ? Zöhrül axər deyilən namaz var. İnşallah onu xüsusi olaraq oxuyucuq, yazıb da alimimiz, amma yeri gəlmişkən burada deməkdə də bir fayda var, çünki cümə namazını danışırıq. Zöhrül axər. Baxırıq, bəzən cümə namazından sonra müəyyən qardaşlar qalxır, zöhrül axır, 4 rükət sünnəti qıldı mı? İndi bu 4 rükət sünnətdən sonra bir 4 rükət əlavə bir namaz da qılır. Soruşanda ki, qardaş, bu nə namazıdır? Deyir ki, bu zöhrül axır namazıdır. Belə bir namaz yoxdur. Kitablarda yazılmaz, hədislərdə gəlməyib. Bu namazda hardan çıxdı? Buna görə əzizlər, bu məsələ namaz haqqında azacıq məlumat versək fayda var. Dediyimiz kimi, əvvəl tabiin dövründə də cümə namazları sadəcə bir məsciddə, bir yerdə qılınırdı. Sonra tabiinin dövrünün axırlarında, daha doğrusu tabiin dövründə və tabiinin dövrünün də axırlarını desək daha doğru olmuş olar sözümüz. Çünki fətva Əbu Yusuf, səhv eləmirəm, ya Əbu Yusufdur, ya İmam Züfər tərəfindən verilmiş fətvadır.
Artıq yerləşmir cəmaat və gələ bilmirlər, məcbur oldular. Kufə və Bağdad kimi böyük şəhərlərdə 2 cümə namazı qılınmaq lazım oldu. 2 məsciddə cümə namazı qılmaq lazım oldu. Bu zaman məsələ meydana çıxdı və o hökm sabitdir, bu gün də sabitdir. Birinci oxunan əzan səhih olur. Hansı məsciddə əzan birinci Allah-u Ekber deyilərsə, o məsciddə əzan, oxunan əzan və xütbə səhih olur. Bakı üçün aid deyil bu. Yəni, bugün bir məscid burada olsa və biri də deyək ki, aşağıda Elmlər Akademiyası stansiyasının yanında olsa, orada da burada da əzan oxunub cümə namazı qılınsa, bu 2 məsciddə birinci Allah-u Ekber deyib əzan oxuyanın namazı səhih olur. O birisi səhih olmaz. Şübhəli olur. Nə etməli? Onda üləma bax həmin fətvanı verdilər ki, əgər cümə namazının səhih olması haqqında bir şübhə meydana çıxarsa, adamın işi belədir ki, bura gələ bilmir, ora gedir, ora gələ bilmir, bura gedir və yaxud bunun müəzzini biraz tez tərpənir, onun üçün gec tərpənir, ikisindən biri əzanı birinci oxuyur. 2 məscid də iştibahda qaldı, dolaşıqda qaldı. İndi nə etməli? Onda bax fətva verdilər ki, cümə namazı əgər səhih olmazsa, ehtiyatən, bax bu ehtiyat məsələsidir, ehtiyatən zöhr namazı da qılınsın. Buna deyirlər zöhr axır. Əgər cümə namazı Allahın indində səhih olmuş olarsa, zöhr axır, nafilə namazdır, çıxdı getdi, problem yoxdur. Yox, əgər cümə namazı səhih olmamış olarsa, onda fərz boynumuzdadır, ya cümə qılınmalıdır, ya zöhr qılınmalıdır. O zaman da zöhr namazı qılınmış olur, o da bu şəkildə inşallah ki, Allahın indində məqbul olur deyə ehtiyatdan xətaya düşməmək üçün bu fətvanı verdilər. Və bu gün, əzizlər, bu gün, bax, bu demək istədiyim əsas məqsəd budur. Bu gün Bakı şəhərində qılınan məscidlərdə zöhr axır namazını qılmağa ehtiyac yoxdur. Niyə? Dediyimiz kimi, çünki oxuduğumuz şərtlərin əlhamdülillah hamısı məscidlərimizdə vardır. Məntəqə olaraq, əlhamdülillah, məntəqəmiz böyükdür. Cəmaat olaraq, əlhamdülillah, nəinki 40-10 mini yaxaqlayıbdır. İmam olması, əlhamdülillah, var. Hamının üzünə açıq olması, əlhamdülillah, var. Buna görə də, əzizlər, və məntəqənin böyüklüyü dediyimiz kimi, əlhamdülillah, var. Ona görə də hər bir məsciddə fərqi yoxdur. Söhbət Qaraçuxur məscidindən gedir, ya Ceyranbatan, ya İlahiyyat. Bütün Bakıdakı bütün məscidlərdə qılınan cümə namazı səhihdir. O ki, qaldı. O dediyim kimi, bəzi cəmaatların öz yataqxanası mı deyək və yaxud bir kursu mu deyək və yaxud bir harası mı deyək, nə mi deyək, adını nə qoyurlar, qoysunlar. Orada toplaşıb qıldıqları cümə namazı heç halınla cümə namazı deyil. Orada mütləq zöhr namazını qılmalıdır. O başqa mövzu. Çünki orada qılınan cümə namazı hamıya açıq deyil. Cəmaat, yəni hər gələnə icazə verilmir bu mənada. Orada işləyən imam dövlətin, yəni idarənin və yaxud əmrin, nə deyirsiniz deyin, təyin elədiyi imam deyil. Şərtin biri düşdü və salam, səhhət getdi. Buna görə əzizlər, o kimi yerlərdə qılınan cümə namazı deyil, ümumiyyətlə o kimi yerlərdə qılınan elə vaxt namazı qılınasıdır. Bunu da demiş olaq daha doğrusu. Gəldik, var hələ vaxta bilirəm. Sual varsa, suallar soruşun. Təsəvvür ilə, inşallah. Ona görə əzanın vaxtı yaxınlaşır, qardaşımız sual soruşmaq istəyir. Allah sağ saxlayarsa, qaldığımız yerdən davam edəcək. Buyur, qardaş. İstanbul'da mesela mescidler yakınlıkta. Hə. Ben özüm orada mesele falan olmuş. Bəli. O ezan tutarmamış olduğu başlayır. Bəli. Bəli. O cümə namazından söhbət edilir. Bəli. Elə bax, onu nətər aydınlaşdırır? Elə ona görə də, qardaş, o zöhr axır namazını türk hocaları öyrədib və türklər zöhr axır namazını qılır. Niyə? Çünki cümə iştibahlıdır. Amma əlhamdülillah, Bakıda o problem yoxdur. Suriyada belə həmin zöhr axır namazı qılınır cəmaat tərəfindən. Niyə? Çünki məscid çox, cəmaat çox, bir yerə də toplaşmır, hər məscid özündə qılır. Bu da əsas şərti ortadan qaldırdı. Ona görə də o yerlərdə zöhr axır qılınır. Amma Bakıda əlhamdülillah hələ ki elə bir, yəni Allah çox eləsin də məscidlərimizi, amma cümənin şərti əlhamdülillah yerindədir. Bəli. Bu ləzgi
məscidin yanında başqa məscid var. Yəni ki, bir Hə. Hə, hə. İki vaxt cümə namazı, yəni eyni vaxtda. Yox, indi belə deyək də, Ləzgi məscidinin yanında Ləzgi məscidindən başqa məsciddə cümə namazı qılınmaz. Yoxdur. Sadəcə Ləzgi məscidindəkidir. Bəli. Orada sadəcə Ləzgi məscidində qılınır cümə namazı, o birisilərdə yox cümə namazı. Zöhr qılar onlar, zöhr. Adını cümə qoyarlar, amma zöhrdür. Sual soruşmaq istəyən daha yoxdur hər halda. Subhana rabbika rabbil izzati amma yasifun və salamun alel mursalin velhamdülillahi rabbil alamin lillahi teala'l Fatiha. Euzu billahi mineşşeytanirracim.